Balakən rayonundan redaksiyamıza yeni bir informasiya daxil olub, həmən informasiyanı diqqətinizə çatdırırıq. Balakəndə vəziyyət günü-gündən pisləşir. Məmur özbaşınalığı baş alıb gedir. Son intensiv yağan yağışlardan sonra Balakəndə vəziyyət daha da pisləşib. Əvvəl çay yataqlarından qum, daş, çınqıl daşımağa qoymurdularsa, indi sel nəticəsində dağlardan gələn serinti odun da yığılaraq çay yataqlarının daha da qalxmasına səbəb olub. Dəfələrlə dövlət qurumlarına müraciət etməyimizə baxmayaraq vəziyyət dəyişilmədən qalır. Digər problem yağıntılar nəticəsində Balakən çayının bulanıq gəlməsindədir. Neçə günlərdir ki, Balakəndə içməli su problemi yaşanır. Xüsusilə Balakən şəhər əhalisi su sarıdan ciddi əziyyət çəkir. Başqa rayonlardan su maşınları ilə daşıyıb şəhər əhalisinə su paylayırlar. Balakəni içməli su ilə təmin etmək üçün Calban kəndində 9 ya 11 ədəd su artizan quyusu qazılıb vaxtilə. Həmin yerlərə işıq çəkilib, transformatorlar qoyulub, küllü miqdarda dövlət vəsaitləri sərf olunub. Ancaq buna baxmayaraq həmin artizan quyuları Balakənin çətin günlərində əhaliyə 1 litr belə su verə bilmədi. Baxın, bu 11 dənə artizan quyularından milyonlarla dövlət vəsaitləri sərf olunub. Ancaq həlledici məqamda onların heç biri işləmir. Hesab edirik ki, bu çox ciddi məsələdir və əlaqədar dövlət qurumları bu məsələni nəzarətə götürməlidirlər. Araşdırmaq lazımdır ki, bu qədər vəsaitlər hara xərclənib, niyə həmən su quyuları işləmir? Hansı ki, həmin arteziyanlar bütün rayonu kəndlər daxil su ilə təmin etməli idi, deyə şikayətçilər bildirir. Şikayətçilər sonunda xahiş edirlər ki, bu məsələnin araşdırılmasını Cənab Prezident, Cənab Baş Prokuror və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Əli Nağıyev təmin etsinlər. Hörmətli izləyicilər, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Doğrudan da acınacaqlı bir vəziyyətdir. Gördüyünüz bu çay yatağı Balakən çayıdır və yaxınlaşdırıb baxsanız, buradan da hiss eləmək olur ki, selin gətirdiyi odunlar və sair serinti meşələrdən gələn odunlar çay yatağında qalmaqda davam edir. Eləcə də çayın belə deyək, qalxması gedir. Əhalinin nəzarət tələb edir əhali bu sahəyə. Çünki ehtiyat edirlər ki, günlərin birində bu çay öz məcrasından çıxa və ətraf kəndləri belə deyək, əkinə yararlı torpaqları yuyub yararsız hala sala bilər. Ancaq nədənsə əsas məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ekologiya idarəsinin üzərinə, regional ekologiya idarəsinin üzərinə düşsə belə tədbir görmək istəmir və yaxud tələsmirlər bu sahədə. Niyə bu məsələ belədir? Nəyə görə bu qədər sosial şəbəkələr vasitəsilə bu problemlər ictimailəşdirilsə belə tədbir görülmür? Bunun hər halda sualına cavab vermək biz üçün də çətindir. Yəqin ki, Balakən rayon rəhbərliyi, Balakənin siyasi rəhbərliyi və eləcə də bu məsələdən hali olacaq mərkəzi hakimiyyət orqanları bu məsələyə nə vaxtsa reaksiya verəcək və arzu edərdik ki, hər hansı bir ciddi problem yaranmasın məsələdə və həqiqətən də əhalini də hardasa başa düşmək, onların narazılıqlarını qəbul etmək lazımdır. Hələ ki, bu qədər yeni informasiyalarımız olacaq və həmin informasiyaları aldıqca biz sizin diqqətinizə çatdıracağıq. Sağ olun, sağlıqla qalın.